Divanda tək yatan atalar, uşaqlarla otaqda yatan analar. Ata sabah işə gedəcək, rahat yatsın, səs olmasın deyə ana uşaqlarla yatır. Beləliklə soyuqluq başlayır. Bir-birlərindən ayrı qalmağa, ayrı yatmağa öyrəşirlər. Gün içərisində o qədər də bir-birlərini görmürlərsə, gecələr bir fürsət olur ki, ürək sözlərini danışsınlar, hisslərini bir-birləri ilə paylaşsınlar. Səhərləri necə asılır, necə oyanırlar, oyandıqda bir-birləri ilə necə həmsöhbət olurlar. Bunlar onların əslində gün içində olan əhval-ruhiyyələrini təyin edir. Bəzən də onların arasında olan mübahisələr, problemlər danışılmasın deyə ayrı yatırlar. Bir evdə uşaqlar valideynlərini nə qədər birlikdə görürsə, xoşbəxt görürsə, o uşağın sinir sistemi o qədər daha sağlam olur. Valideynlərin öz yataq otaqları var, onların bərabər zaman keçirdiklərini görür, uşaq özünü həm daha güvəndə hiss edir, həm də müstəqil böyüməyi öyrənir. Uzun illər uşaq anası ilə yatıb durursa, təbii ki, bu uşaq daha aslı, daha qorxaq, daha özgüvənsiz olur. Yanında yatım ona soyuq olar, üstünü açar, gecə qorxar, amma əslində bu onlara heç də yaxşılıq deyil. Övladlarınızın daha çox güvənli, etibarlı və səmimi bir ailəyə ehtiyacları var.